Bugün səhər saatlarından başlayaraq Azərbaycanlıların soyqırımının 108-ci il dönümü ilə əlaqədar Quba Soyqırım Memorial kompleksinin kütləvi şəkildə ziyarət edilib. Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar da iştirak ediblər. Memorial kompleksdə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilən foto və kitab sərgisi təşkil olunub. Qeyd olunub ki, 1918-ci ilin martında Azərbaycan xalqı tarixinin ən qanlı faciələrindən biri ilə üzləşdi. Erməni silahlı dəstələri bolşeviklərin dəstəsi ilə dinc Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdi. Bu faciənin ən ağır yaşandığı bölgələrdən biri Quba olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət verilməsi üçün imkan yarandı. Belə ki, 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Ermənilərin xalqımıza törətdiyi cinayətlərin cavabı isə 2020-ci ilin 44 günlük vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı verildi. Azərbaycan ordusu işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Bugün Azərbaycan xalqı 31 mart soyqırım qurbanlarının xatirəsini ehtiramla anır, eyni zamanda tarixi ədalətin bərpası ilə əldə olunan zəfərin qürurunu yaşayır. Emin Kərimov, Səs TV Xəbər, Quba.